4-cü Şuşa Qlobal Media Forumu bugün Prezident İlham Əliyevin iştirakı ilə öz işinə başlayıb. İyulun 13-ü və 14-ü tarixlərində keçiriləcək forum, sülhün təşviqində medianın missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması mövzusuna həsr olunub. Forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxslər iştirak edir. 4-cü Şuşa Qlobal Media Forumunun açılışında forum iştirakçıları ilə görüşən Prezident İlham Əliyev tədbirin keçirilməsinin məqsədindən danışıb və forum iştirakçılarının suallarını cavablandırıb. Dövlətimizin başçısı bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif güşələrindən gəlmiş media nümayəndələrində maraq və narahatlıq doğuran məsələlərin müzakirə olunduğu bir mühit yaratmaq və onların Qarabağ və Şuşa ilə yaxından tanış olmasına imkan yaratmaqdır. Həmçinin Prezident İlham Əliyev Azərbaycanın yüksək dostluq və əməkdaşlıq münasibətlərindən danışaraq bildirib ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa və qonşularımızın narahatlıq doğuran məsələlərinin həllinə yönəlib. Qeyd edim ki, 4-cü Şuşa Qlobal Media Forumu bugün gün ərzində və sabah panel sessiyalarla davam edəcək. Forum iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən aldıqları xoş təəssüratları bölüşərək qeyd etdilər ki, dövlət başçısı ünvanlanan bütün sualları ətraflı və səbirlə cavablandırıb. Həm regional, həm də beynəlxalq gündəmdə olan aktual məsələlərlə bağlı fikirlərini bölüşüb. İştirakçılar Şuşa Qlobal Forumunu uğurlu təşəbbüs kimi qiymətləndiriblər. Şuşa Qlobal Media Forumu çox uğurlu təşəbbüsdür. Çünki bu forum müxtəlif ölkələrdən məsul şəxsləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir. Burada medianı və jurnalistikanı elə bir ekosistemin və ictimai mühitin formalaşdırılmasına necə cəlb etməyin mümkünlüyünü müzakirə edirik ki, bu sülh mədəniyyətini təşviq etsin və münaqişələrin qarşısının alınmasına töhfə versin. Mən burada gördüklərimdən, eləcə də cənab Prezident İlham Əliyevin çıxışından belə nəticəyə gəlirəm ki, dialoq son dərəcə vacibdir. Şuşa Qlobal Media Forumu ortaq dəyərlərin və ümumi prinsiplərin formalaşmasına mühüm töhfə verir. 4-cü Şuşa Qlobal Media Forumunun ilk sessiyası olduqca təsirli keçdi. Azərbaycan Prezidenti İlham Əliyev sessiyada şəxsən iştirak edərək bütün sualları səbirlə cavablandırdı. Həm regional, həm də beynəlxalq məsələlərə toxundu. Azərbaycan Prezidentinin region ölkələrini bir araya gətirmək istiqamətində oynadığı rol həqiqətən də təqdirə layiqdir. 4-cü Şuşa Qlobal Media Forumunun iştirakçısı olmaqdan böyük məmnunluq və həyəcan hissi keçirirəm. Hesab edirəm ki, forum çox yüksək səviyyədə təşkil olunub. Hər birinizi Günəşli Şuşa qalasında, şəhərində səmimi qəlbdən salamlayıram. Biz kütləvi informasiya vasitələri, jurnalistika və kommunikasiya məsələlərinə həsr olunan çoxsaylı beynəlxalq sammitlərdə iştirak edirik. Lakin Şuşa şəhərində keçirilən Qlobal Media Forumu Türk dünyası üçün xüsusi əhəmiyyətə malikdir. Prezident çıxışında müasir kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında, sülhün möhkəmləndirilməsində və beynəlxalq qarşılıqlı etimadın formalaşdırılmasında mühüm rolunu hərtərəfli vurğuladı. Bu fikirlər burada iştirak edən hər birimiz tərəfindən böyük rəğbətlə qarşılandı. Belə möhtəşəm beynəlxalq tədbirin məhz Qarabağ bölgəsində, Şuşa şəhərində keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. 4-cü Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı çox maraqlı oldu. Azərbaycan Prezidenti tam sərbəst şəkildə onlarla sualı cavablandırdı. Prezident İlham Əliyevin media nümayəndələri ilə açıq və səmimi dialoq aparması ölkə üçün mühüm əhəmiyyət daşıyır. Burada olmaq mənim üçün çox vacibdir. Burada Çin, Qazaxıstan, Kongo, Kenya və dünyanın müxtəlif ölkələrindən olan həmkarlarla tanış oldum. Hamımızın bir araya gəlməsi, fərdi fikirləri bölüşməsi, eyni zamanda Azərbaycanlı həmkarlarla tanış olmaq və ölkəni yaxından tanımaq çox vacibdir. Qeyd edək ki, forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, dezinformasiya ilə mübarizə, rəqəmsal informasiya təhlükəsizliyi, süni intellekt dövründə media etikası və beynəlxalq əməkdaşlıq kimi aktual mövzular müzakirə olunacaq. Nuray Qədirli, Orxan Balayev, APA TV.